Mərhəmətli və rəhimli Allahın adıyla. Bu dünya həyatı əyləncə və oyundan başqa bir şey deyildir. Ahirət yurdu isə əsl həyatdır. Kaş ki biləydilər. Valideynlər övladlarına real həyat haqqında düzgün məlumat verərdi. İndi isə teleseriallarla, sosial şəbəkələrlə gənclərin xəyalları qarışdırılır. Təntəraqlı həyat tərzi və yalan senariləri izləməklə böyüyən gənclər ailə quranda xəyallarınız suya düşür. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm demişdir: sizin ən xeyirliniz ailəsinə qarşı xeyirli olanınızdır. Mən isə sizin aranızda ailəsinə qarşı ən xeyirli olanam. Başqa hədisdə buyurulur: ən xeyirli qadın o kimsədir ki, əri ona baxanda sevinər.